Salam, sabahınız xeyir olsun. 28 may 2026-cı il tarixidir. Yaz fəslinin 68-ci günü və eləcə də Zülhiccə ayının 11-ci günüdür. May ayının sonuncu həftəsinin sonuncu 4-cü cümə axşamı günüdür. Hər birimizə gözəl bir gün keçirməyə arzu edirəm. Bayram tətili olmağına baxmayaraq, yenə də işləri arxasınca gedənlər, eləcə də iş yerlərində, ofislərində işləri ilə məşğul olanlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olanlara, hər birimizə can sağlığı, iş abadlığı, gözəl xoş xəbərlərlə dolu, zəngin bir gün keçirməyi arzu edirəm. Bununla yanaşı isə 28 may günündə tətil günü olmağına baxmayaraq təhsili ilə məşğul olan məktəblilər, orta ixtisas, ali məktəb tələbələrini, eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş abadlığı arzu edirəm. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. Və eləcə də 28 may günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm. Qalanlarına səbir diləyirəm. 28 may günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. 28 may günündə bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bununla yanaşı isə bütün şəhid, qazi, əskər ailələrinin, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülh-əmin-amanlıqlı, bol bərəkətli, ruzili, xoş xəbərlərlə zəngin dolu olan bir gün keçirməyə arzu edirəm. Bununla yanaşı 28 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür, hər birindən can sağlığı arzu edirəm, bu münasibətlə təbrik edirəm və 28 may günündə də tarixi günlərimiz vardır. Eləcə də 28 may Azərbaycanın müstəqillik günü kimi qeyd olunur. Müstəqillik günümüz mübarək olsun və demək ki, şeir demək istərdim. Azərbaycan yurdum mənim, çiçəklikdə bitən qaya tək, qayalıqda bitən çiçək, çiçəklikdə bir qaya tək, ulduzlara səs düşəcək. Azərbaycan yurdum mənim, el bilir ki sən mənimsən, yurdum yuvam məskənimsən, anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Və Heydər Əlizoğlu Əliyevin bildirdiyi kimi biz artıq heç kəsdən asılı deyilik, müstəqilliyimiz əbədidir, daimidir. Və Məmməd Əmin Rəsulzadənin dediyi çox gözəl bir cümlə vardır. Bir kərə qalxan bayraq bir daha enməz. Və 28 may günündə digər tarixi günlər isə eramızdan əvvəl 585-ci ildə Midiya və Lidiya arasında Halis döyüşü baş verdiyi gündür. 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası şərqdə ilk demokratik cümhuriyyət elan edildiyi gündür. 28 may 1918-ci ildə Ermənistan müstəqillik əldə etdiyi gündür. 28 may 1928-ci ildə Maksim Gorki İtaliyadan Moskvaya qayıtdığı gündür. 28 may 1940-cı ildə 2-ci Dünya Müharibəsi ərəfəsində Belçika Almaniyaya təslim olduğu gündür. 28 may 1952-ci ildə Yunanistanda qadınlara səs vermə hüququ verildiyi gündür. 28 may 1993-cü ildə isə Eritreya və Monaco BMT-yə üzv qəbul edildiyi gündür. 28 may 2004-cü ildə Azərbaycan Respublikası ilə Kenya arasında diplomatik əlaqələr qurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.